Salam yoldaşlar, bu göstərinin Aşıq Əsgərin Dağlar qoşmasının izahına baxacağıq. Əvvəlcə gəlin başlayaq birinci Dağlar qoşmasından, yəni bahar fəsli yaz ayları gələndə misrası ilə başlayan Dağlar qoşmasından başlayaq. Deyir ki, bahar fəsli yaz ayları gələndə süsənli sümbüllü lalalı dağlar, yoxsulu ərbabı şahı gədanı tutmaz bir-birindən aralı dağlar. Deməli, birinci bənddə biz görürük ki, müəllif burada bahar fəsli gələndə, yəni yaz aylarında dağların aldığı füsunkar gözəllikdən bəhs etmiş olur ki, bahar fəsli gələndə dağlar nə cür bir görkəm alır. Məsələn, deyir bahar fəsli yaz ayları gələndə dağlar süsənli olur, yəni güllü, çiçəkli olur və eyni zamanda burada dağların insanlar arasında fərq qoymadığına da toxunmuş olur ki, yəni dağlar insanlar arasında bu yoxsuldur, nə bilim ərbabdır, şahdır, gəda olaraq bir-birindən insanların arasında fərq qoymur. Bunları bir-birindən aralı tutmuş olmur. Yəni dağlardan ötürü fərqi yoxdur. Bir insanın yoxsulmu, nə bilim şahmı olmağının fərqi yoxdur. Dağlar insanlar arasında fərq qoymazlar. Deməli, birinci bəndimizdə həm dağların yaz ayları olanda, yaz ayları gələndə aldığı füsunkar gözəllikdən bəhs eləmiş olur. Onun təsvirinə yer verir ki, yaz ayları gələndə dağlar nə cür göstərmiş olur. Həm də dağların yoxsulla, şahla insanlar arasında, yəni bir-birindən fərq qoymadığından bəhs eləmiş olur. Xəstə üçün təpəsində qar olur, min cür çiçək açır, laləzar olur, çeşməsində abi həyat zar olur, dağdır möhnəti məlalı dağlar. Deməli, bildirir ki, xəstə üçün dağların deyir təpəsində qar olmuş olur. Yəni, dağların bir növ belə deyək də, təpəsindəki o qarın xəstə üçün faydalı olduğuna müəllif toxunmuş olur və deyir dağlar, belə desək ki, yaz aylarında ümumən belə deyək, dağları təsvir eləmiş olur ki, dağlar deyir min cür çiçək açır və hər yeri deyir ki, gözəlləşmiş olur, laləzar olur və dağlarda olan o çeşməni, dağların hansı ki belə deyək də, dağlardan o axan suyu, çeşməni müəllif abi həyata, yəni həyat suyuna, dirilik suyuna bənzətmiş olur. Deyir ki, çeşməsində abi həyat, yəni deyir bu dirilik suyu, həyat suyu deyir car olur və dağlar deyir ki, möhnəti və məlalı dağıdır. Yazın bir aydır çox yaxşı çaxın, kəsilməz çeşməndən gözəl yığmağın, axtarma motalın, yağın qaymağın, zəmbur çiçəyindən bal alı dağlar. Deməli, müəllif qeyd edir ki, yaz ayları gələndə insanların dağlara çıxmasını, dağlarda belə deyək də, yaz vaxtı gələndə insanların dağlara gəlməsini və orada belə deyək də onların yığılaraq, insanların bir araya yığılaraq söhbət eləməsini də burada müəllif təsvir eləmiş olur ki, yəni yaz gələndə insanlar dağların qoynunda gəzintiyə çıxırlar, orada belə deyək də bir yerə yığılırlar, yığıncaq təşkil edirlər və deyir ki, yazın deyir çox da bəs yaxşı çağında insanlar deyir ki, çeşməndən gözəl yığmağın deyir ki, kəsilməz. Yəni insanların dağlara belə deyək də istirahət eləməyə görə gəldiklərinə toxunmuş olur və burada axtarma motal deyəndə, yəni bu feil olaraq işlədilən axtarma deyil. Yəni belə deyək ki, burada o demir ki, sən motalı axtarma. Sadəcə olaraq motalın bir növ adına toxunmuş olur ki, deyir dağlarda, yəni belə deyək də bu axtarma motalının, yağın, qaymağın olduğuna toxunur və deyir ki, burada müəllif zəmbur çiçəyindən bal alı dağlar deyəndə isə burada zəmbur arıdır və arının çiçəkdən bal aldığına toxunmuş olur. Deyir ki, yəni zəmbur, yəni arı çiçəyindən bal almış olur. Yayın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana, payızın zəhməri qoyur bir ana, dağdır üstündən cəlalı dağlar. Deməli, dağlarla bağlı qeyd edir ki, sən deyir yayın əvvəlində xana dönmüş olursan, yəni belə çox əzəmətli olursan, ancaq yayın belə ki, sonuna gələndə, artıq yayın sonlarına doğru gəldikdə yetkin bir, yəni bostana bənzəyirsən və payızın zəhməri də deyir ki, səni virana qoyur və üstündən cəlalı, yəni əzəməti deyir ki, dağıdır dağlar. Gahdan çiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşman eylər, gahdan qeyzə gələr, nahaqqan eylər, dişəməz haramı halalı dağlar. Deməli, deyir ki, gah deyir, bu dağların başlı ki, duman almağına toxunmuş olur müəllif. Dağların başı bəzən bu çiskinli, dumanlı havalar olur, onlara toxunur. Deyir, gahdan deyir, o çiskin tökür, gah da deyir, duman eləyir. Yəni, dağların belə deyək də, gah dumanlı, başının dumanlı olmağına, məsələn, hava hələ birazcık da yaxşı olmayanda və yaxud da ki, səhər vaxtları olanda
başlayanda sübh çağı məsələn dağların başında bu siskin sərin hava olmuş olur, dumanlı hava olur. Onu təsvir edir. Deyir o gahdan siskin tökür, gah deyir duman eləyir. Gah gəlib gedəni peşman elər, gahdan qeyzəcələrinə haqqan elər. Dinşənməz haram halal dağlar. Burada da yəni gəlib gedən peşman elər deyəndə, nahaqqan elər deyəndə, yəni bir növ orada toxunmuş olur ki, məsələn dağlarda insanların məsələn ola bilər ki, onların nə bilim yıxılaraqmı və yaxud da ki, hər hansı başlarına bir şey gəlməyindənmi toxunmuş olur ki, məsələn dağların belə deyək də havalar yaxşı olmadıqda orada insanlara hər hansı bir gələn ziyandan falan müəllif bəhs eləmiş olur burada. Və müəllifin burada haramla halala fərq qoymadığına bəhs eləmiş olur. Yəni deyir ki, bir növ belə deyim də, bu insanın belə deyək, fərqi yoxdur. Bu bir növ belə deyək də, yəni insanlara necə ki bayaq birinci bənddə qeyd elədik, yoxsuldur, şahdır, gədadır deyə fərq qoymursa, eləcə də insanların bir növ belə deyək də, haram və yaxud da halal olmağına, yəni bir növ dini baxımdan da belə deyək ki, fərq qoymadığına da toxunmuş olur. Ağ xələt bürünər, zərnişan geyməz, heç kəsi dindirib keyfinə dəyməz. Sərdara söz deməz, şaha baş əyməz, qüdrətindən səngərli, qalalı dağlar. Deyir ki, yəni ağ xələt bürünər, zərnişan geyməz. Yəni bir növ burada qış fəslini təsvir eləmiş olur ki, dağlar yəni ağ xələt bürünür. Yəni qışda dağların belə deyək də ağ xələti geyinməyinə toxunur. Deyir dağlar heç kimi dindirib keyfinə dəymir və başçıya, yəni sərdara deyir söz demir, şaha da baş əymir və qüdrətindən səngərli qalalı dağlar, yəni o dağlarda olan belə deyək də dağların bir növ qüdrətli olmağına toxunulur ki, dağlarda olan o səngərlərdə qalalar falan var ki var, onlar deyir hamısı onun bir növ belə deyək də qüdrətindən dağların xəbər vermiş olur. Göçər elər düşər səndən aralı, firqətindən gül nərgizin saralı, ələskər məcnun təhyardan yaralı, gəzər səndə dərdli nalalı dağlar. Burada da deməli müəllif toxunmuş olur ki, deyir ellər səndən köçür və yəni belə deyim də artıq bu bir növ havalar soymağa başladıqca dağlara da artıq çox da gəlib gedənlər olmuş olmur. Məsələn yazda dağların qoynunda istirahət edənlərin sayı çox olur da. Məsələn onu dağlarda çeşməsində yığıncaq təşkil edənlərin sayı falan çox olmuş olur. Amma müəyyən müddət keçdikcə havalar soyuduqca artıq bunlar belə deyək də ellər də artıq köç eləməyə başlayır və deyir ki, sənin firqətindən, yəni firqətindən ayrılığından gül nərgizin deyir ki, saralıb solur və burada Ələsgər öz adını çəkir və özünü Məcnuna bənzətmiş olur. Deyir Ələsgər deməli son bənddə özünü Məcnuna bənzədərək deyir ki, Ələsgər də deyir Məcnun kimi yardan yaralı, səndə deyir dərdli nalalı gəzər dağlar. Bu dağlar qoşması bahar fəsli yaz ayları gələndə misrası ilə başlayan dağlar qoşması ümumiyyətlə Nikbin Ovqatda yazılan bir qoşmadır. Yəni digərindən fərqli olaraq onun ikinci dağlar qoşması bədbin ruhdadır. Ancaq bu dağlar qoşması Nikbin bir ruhdadır. Və burada bütün dağlar sözü belə deyək ki, xitab kimi istifadə edilməyibdir. Yəni belə deyim də, ikinci dağlar qoşmasındakı dağlar xitab kimi istifadə edilibdir. Amma burada xitab əksər bəndlərdə xitab kimi istifadə edilməyibdir. Düzdür, belə burada da dağlar sözü rədifdir. Rədif olmağına rədifdir, rədif əsasında adlandırılıbdır. Amma rədif bütün bəndlərdə həmçinin belə deyək də xitab deyil, xitabın ifadə vasitəsi deyil. Sadəcə bax məsələn birinci bənddə lalalı dağlar, aralı dağlar burada xitab kimi istifadə edilməyibdir. Sonra ikinci bənddə məlalı dağlar burada da xitab kimi deyil. Amma bu üçüncü bəndi ki var, orada xitab kimi istifadə edilibdir. Rədif həm də xitab kimi istifadə olunubdur. Bax, bu üçüncü bənddə, ondan sonra dördüncü bənddə, bir də yeddinci bənddə. Burada bunlar dağlar sözü həmçinin rədif həm də bədii xitab kimi istifadə edilibdir. Deməli, bütün bəndlərdə dağlar sözü rədif kimi istifadə olunubdur. Amma bütün bəndlərdə bədii xitab kimi çıxış eləmiş olmur. Sadəcə olaraq 3, 4 və 7-ci bəndlərdir ki, burada rədifimiz həm də bədii xitab kimi çıxış eləmiş olur. Qafiyə quruluşuna nəzər salsaq görərik ki, bu zaten qoşmadır. Qoşmanın belə deyim də ümumi qafiyə quruluşunu biləndən sonra əslində burada o qədər də diqqət eləməyə də ehtiyac qalmır. Çünki bilirik ki, qoşmanın birinci bəndində A, B, C, B gedir. A, B, C, B. Sonrakı bəndlərdə isə nə cür getmiş olur?
D, D, D və B formasında gedir. Və qafiyə quruluşumuzda təbii ki də qoşma olduğuna görə belədir və sonuncu bəndə nəzər salsaq görərik ki, burada eyni zamanda nədən istifadə edilibdir? Möhürbənddən. Belə ki, möhürbənd nə idi? Deyirdik ki, müəllifin adını və yaxud da təxəllüsünü işlətdiyi bəndə deyirdik ki, bu möhürbənddir və burada da möhürbənddən istifadə edilibdir. Belə ki, möhürbənddə müəllif özünü kimə bənzətmiş olur? Məcnuna bənzədir. Deyir, Ələsgər Məcnun təhyardan yaralıdır. Bir də bu Məcnuna bənzədilmə eyni zamanda şeydə də var, bu Müsibət Fəxrəddində Cahangir bəy də özünü Məcnuna bənzədirdi və bu belə deyək ki, C vəznində təbii ki də qələmə alınıbdır, qoşma janrındadır, Nikbin Ruhda yazdığı bir şeiridir və burada demək olar ki, fəsillərin adları çəkilmiş olur və yazda dağların aldığı görkəm təsvir eləyir, payızda necə olduğunu, yayda, qışda və bir də bir şey qeyd edeyim. Burada belə deyək ki, sırf qışın faktiki adı çəkilmir fəsil olaraq. Bax, məsələn, yazın fəsil olaraq, faktiki olaraq adı çəkilir, yayın adı çəkilmiş olur. Ondan sonra payızın adı çəkilmiş olur, yay, payız, bir də yazın adı fakt olaraq çəkilmiş olur. Amma qışın dəqiqliklə adı çəkilmiş olmur. Sadəcə olaraq metalimiya vasitəsilə çatdırılmış olur ki, burada ağ xələt bürünər, zərnişan ceyməz deyəndə məhz burada o qış fəslini təsvir eləmiş olur. Burada da müəllif təbii ki də təbiətin füsunkar gözəlliyindən bəhs eləmiş olur və qafiyə quruluşundan danışdıq. Eyni zamanda burada bunun ona da bəhs eləyək ki, əsas normalda 6-5 formasında gedir bölgüsü, 6+5 formasındadır. Ancaq vahid bölgü prinsipinin pozulduğu məqamlar da var. Yəni 4-4-3 formasında olduğu da var. Məsələn, xəstə üçün təpəsində qar olur, ondan sonra çeşməsində ab həyatcar olur hissələrində 6-5 deyil, 4-4-3 formasında getmiş olur. Yəni belə deyək ki, burada da vahid bölgü prinsipi pozulmuş olur. Yəni belə deyək, 6-5 formasında da var, 4-4-3 bölgüsündə də olduğuna görə burada bu vahid bölgü prinsipi pozulubdur və eyni zamanda onu da qeyd edeyim ki, burada hər hansı bir dağ adı çəkilmir. Yəni ümumiyyətlə belə deyək də, sadəcə olaraq dağlar deyə ümumi müraciətdən istifadə edilmiş olur və ümumi dağların təsvirinə yer verilmiş olur. Ancaq dağların adının çəkilməyi ikinci dağlar qoşmasındadır. Belə, birinci ilə bağlı bu qədər və İndi keçək ikinci dağlar qoşmasına. İkinci dağlar qoşması deməli o da rədiflə adlandırılıbdır və bir ay yarım Nobahardan keçəndə misrası ilə tanınmış olur. Yəni misralarına görə fərqləndiririk də bunları. Burada da qeyd olunur ki, deyir bir ay yarım Nobahardan keçəndə car olur köksündə sellərin dağlar, çalxalanır dəryalar, çığırışır qazlar, zəmzəm zümzüməli göllərin dağlar. Bu dağlar qoşmasına bağlı onda qeyd edeyim ki, bax birinci bənddə bahar fəslində dağların aldığı gözəllik vəsf edilibdir. Yəni belə deyək, bu dağlar qoşması ümumiyyətlə Ələsgərin ikinci dağlar qoşması birincidən fərqli olaraq bədbin ruhda yazılıbdır. Bədbin ruhda yazılıbdır. Yəni birinci ilə bağlı biz bayaq qeyd elədik ki, nikbin bir ruhda yazılıbdır və dağların aldığı ümumiyyətlə müxtəlif fəsillərdə dağların aldığı füsunkar gözəllikdən bəhs eləmiş olur. Ancaq burada bu bədbin ruhda qələmə alınıb. Amma yenə bir şey qeyd edeyim ki, əsərin desək ki, bütün bəndlərində bədbinlik aparıcıdır. Bu fikri biz yanlış götürəcəyik. Nəyə görə? Çünki burada bax birinci bənddə bədbinliklə bağlı bir şey yoxdur. Sadəcə olaraq yaz fəslində, bahar fəslindən dağların aldığı belə deyim də görkəmdən, gözəllikdən bəhs eləmiş olur ki, bir ay deyir yarım Nobahardan keçəndə, nə bilim deyir car olur, köksündə deyir sellər car olmağa başlayır, nə bilim dəryalar çalxalanır, qazlar çığırışır, zəmzəm zümzüməli gölləri deməli bu cənnət suyuna bənzədir. Deyir zəmzəm zümzüməli göllərin var. Bundan bəhs eləmiş olur. Yəni burada bədbinliklə bağlı adlandıra biləcəyimiz bir məqam yoxdur. Yəni birinci bənddə belə deyim də tərənnümdən istifadə edilibdir. Düzdür, bu şeirin özü bədbin bir ruhdadır, amma yenə də birinci bənddə tərənnümdən istifadə edilibdir. Şeirin özü bədbin ruhda olsa da birinci bəndi nikbin ruhdadır. Ona da diqqət edək. Məsələn, desək ki, ikinci dağlar qoşmasında da tərənnümdən istifadə edilib, nikbin ruhda olan bənd var. Bu fikri düz götürəcəyik birinci bəndinə görə. Deyir, hanı mən gördüyüm qurğu büsatlar, dərdiməndlər görsə tez bağırı satlar. Mələşmir sürülər, kişi nəmratlar, niyə pərişandı halların dağlar.
Deməli, Aşıq Ələsgərin ümumiyyətlə bu şeiri ikinci Dağlar qoşmasını yazmağına səbəb olub ki, belə ki, Aşıq Ələsgərin belə deyək də yaşadığı dövrdə bu ermənilərin onun yaşadığı yer ümumiyyətlə bu Göyçə mahalındandır, Ağkilsə kəndindəndir. Ora belə ki, ermənilərin də bəs hücumuna məruz qalır, qarşılıq düşmüş olur və Aşıq Ələsgər də xanımının yurduna Kəlbəcərə getməyə məcburiyyətində qalmış olur. Və yəni burada belə deyim də, o öz yurdundan ayrı düşür, Aşıq Ələsgər öz yaşadığı yerdə ayrı düşür, Kəlbəcərə gedir və 2 ildən sonra qayıda bilir. Bunlar elə bil ki, Göyçənin Ağkilsə kəndindən olur. Ora qayıdır və qayıtdıqda, yəni yurdunun belə deyim də, əvvəlki vəziyyətini görmür. Onun qoyub getdiyi belə deyək də yurd deyil idi. Doğma yurdunun bir növ əvvəlki vəziyyəti deyil idi. Çox pərişan bir halda görmüş olur. Ona görə də bu şeiri təsirlənir və bu şeiri yazmış olur. İndi deyir ki, müəllif hanı deyir mən gördüyüm qurğu büsatlar. Yəni əvvəlcə bu qırğına məruz qalmadan əvvəllər də elə deyək də öz yurdundan didərgin düşmədən əvvəlki gördüyüm deyir mənim indi o qurğu büsatlar hardadır? Yəni yoxdur deyir bu qurğu büsatlar və dərdməndlər, yəni dərd çəkənlər deyir görsə buraları indiki vəziyyətini tez bağrı çatlar. Artıq deyir əvvəlki kimi sürülər deyir mələşmir, atlar kişnəmir və dağların hallarını pərişan görmüş olur müəllif və deyir ki, indi deyir niyə sən halların pərişandır dağlar. Hanı bu yaylaqda yaylayan ellər, görəndə gözümdən car oldu sellər. Seyr etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağları. Deməli deyir ki, əvvəllər deyir burada yaşayan ellər ki var idi da, bəs dağlarda deyir ki, məsələn yaylaq quran deyir ellər ki var idi. İndi onlar hardadır? Hardadır deyir. Yəni əslində bu bədii sualdır. O ellərin artıq olmadığına toxunmuş olur ki, deyir artıq bu yaylaqda qalan ellər deyir yoxdur və deyir bu vəziyyəti görəndə mənim gözümdən car oldu sellər. Yəni belə deyək də bu vəziyyəti görəndə müəllifə çox pis təsir eləmiş olur və ağlayır. Bu ağlamağını da mübaliğəli bir şəkildə çatdırır ki, mənim deyir gözümdən hətta yəni çox deyir belə da dəhşətli bir şəkildə elə bil ki, göz yaşları axmağa başlayır və onda gözümdən car oldu sellər deyərək mübaliğə ilə çatdırır və deyir artıq sənin köysündə o gözəllər deyir seyr eləmir. Gözəllər deyir ki, çıxıb da bəs dağlarda gəzmirlər. Onlar deyir yaxalarına artıq gülləri sancmış olmurlar. Kəpəz murov qonur gör neçə dağ var. Üstünə nur yaxsın, ay dəli qoşqar, yayın ortasında yağdırırsan, qar səhv çəkib üstündə sallanan dağlar. Deməli, müəllif burada dağların adını çəkir. Deməli, Kəpəzin adını çəkir, Murovun, Qonurun, deyir, gör neçə dağ var və dəli qoşqar deyərək burada təbii ki, epitet yaradıbdır bu. Deyir ki, üstünə deyir, nur yaxsın, ay dəli qoşqar. Burada dəli qoşqara müraciət eləmiş olur. Deyir, sən yayın ortasında qar yağdırırsan. Əslində, bu da bir növ belə deyim də, normal bir vəziyyət deyil də, yayın ortasında qarın yağmağı, yəni burada da bir bədminlik var. Çünki belə deyək ki, yəni dağlarda hər şey belə deyək də normal bir şəkildə olsa da, bəs təbiətdə belə hər şey normal şəkildə olsun, niyə yayın ortasında qar yağdırsın ki? Ona görə burada da yəni belə deyək də bədminlik var və deyir ki, sənin deyir indi səhv çəkib üstündə deyir ki, o salların ki var, onların hamısı deyir sıra şəklində olubdur. Elə düşər gəldi, qaraltdı qaşı, dumana qərq olur dağların başı, düşəndə gürcülər, kəlbin savaşı uzaq çəkir qürüqalların dağlar. Deyir elə ki, şəhər gəlir, yəni axşam düşür, qavə qaş qaraldır, dağların başı deyir dumana qərq olmuş olur və deyir buna yəni gecə olanda bir növ deyir ki, dağların başı dumana qərq olanda gürclə, burada gürc dedikdə deməli gürc canavardır və kəlb də itdir. Deyir bu canavarla itin bir növ savaşı düşmüş olur və bunun nəticəsində də deyir quluqalların uzaq çəkir. Sonra Həsən nənə Həsən babanın adını çəkir. Deyir Həsən nənə Həsən baba qoşadı. Xaşbulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağlar. Deməli burada bu dağların adını çəkir. Həsən nənə Həsən babanın adını çəkmiş olur dağlarının və deyir Xaşbulaq yaylağına toxunmuş olur. Deyir Xaşbulaq yaylağı da deyir xoş tamaşadır və özünü arsız aşıq adlandırmış olur. Yəni bir növ elindən, yurdundan ayrı düşdüyünə görə özünü burada məzəmmət eləmiş olur ki, deyir arsız aşıq elsiz niyə yaşayır ki? Və özünü Ələsgər tək deyir qulların, yəni səndən ayrı düşən, səndən ayrı yaşayan deyir qulların ölsün dağlar. Burada da deməli bayaqki dağlar qoşmasında deməli özünü Məcnunla müqayisə eləmişdi. Burada isə sadəcə olaraq deyir ki, sənin Ələsgər kimi qulların, yəni səndən ayrı düşən bir növ deyir ki, qulların ölsün və özünü sonuncu bənddə, möhür bənddə
bənddə deməli müəllif özünü də dodaqlardan ayrı düşdüyünə görə məzəmmət eləmiş olur. Deməli ikinci dağlar qoşması bədbin ruhda yazılıbdır və burada dağlar sözləri həm rədif, həm də bədii xitab kimi çıxış eləmiş olur. Belə ki, bir də bir şey qeyd edeyim. Burada iki bənddə iki müraciət obyektindən istifadə edilibdir. Biri birinci bənddir. 2 dəfə həm ikinci, həm də dördüncü bəndlərdən müraciətdən istifadə edilibdir. Həm də deməli dördüncü bənddə yenə də ikinci və dördüncü bəndlərdən müraciət obyektindən istifadə edilibdir. Yəni hər deməli birinci bənddə, həm də dördüncü bənddə 2 dəfə müraciət obyektindən istifadə edilibdir. Məsələn, burada desək ki, müraciət yalnızca dağlar formasındadır. Yəni yalnızca dağlar sözündən müraciət olaraq istifadə edilibdir. Bu da yanlış olar. Çünki burada Dəli Qoşqara da müraciət eləmiş olur və bir də bir şey qeyd edirəm. Burada təsvir edilən fəsillərdən təsvirinə yer verilən yalnızca yaz deyil. Yəni məsələn birinci bənddə biz bayaq qeyd elədik ki, burada yazın təsvirinə yer vermiş olur və yazın bahar fəslində dağların aldığı gözəllik vəsf edilmiş olur. Yəni məsələn desək ki, yalnızca ikinci dağlar qoşmasında yazın təsvirinə yer verilibdir. Bunu biz yanlış götürəcəyik. Çünki burada Dəli Qoşqara müraciət elədiyi hissədə o yaya da toxunmuş olur. Çünki deyir ki, bəstə sən deyir yayın ortasında qar yağdırırsan. Həmin hissələrdə deməli bu yayın da adını çəkir və belə deyək ki, yayın da təsvirinə yer vermiş olur. Ona görə desək ki, yalnızca baharın təsvirinə yer verilibdir. Biz bu fikri də səhv götürəcəyik. Çünki orada yayın da adını çəkir və orada da dağların yayda qar yağdırmağına toxunmuş olur və eyni zamanda burada bütün bəndlərdə dağlar sözü həm rədif, həm də bədii xitab kimi istifadə edilibdir. Bədii sualdan istifadə edilibdir. Burada da möhürbənd var və burada da deməli əsas şeirin vahid bölgü prinsipi 6-5 formasında olsa da pozulub 4-4-3 formasında gedəni də var. Məsələn, Həsənənə Həsən Baba Qoşad hissəsində vahid bölgü prinsipi pozulubdur. 4-4-3 formasında getmiş olur. Və burada müxtəlif dağ adları çəkilir. Bu Kəpəzdir, Murovdur, Qonurdur, nə bilim, onun Həsənənə Həsən Baba bunların adı çəkilir. Sonra Xaçbulaq yaylağının adını çəkmiş olur. Belə. Və burada belə deyək ki, bir də bir şey qeyd edeyim. Bax, biz danışanda Vaqifin Hafif çoxdur qoşmasından dedik ki, orada qoşmaya məxsus olan bir belə deyək də özünə məxsus olmayan bir cəhətdən istifadə edilibdir. Belə ki, dedik birinci bəndin birinci misrasında normalda qoşmada 11 heca olmalıdır. 12 hecadan istifadə edilir. Ancaq burada 11 heca, daha doğrusu 11 heca olmalıdır. 12 hecadan istifadə edilibdir. Burada da bax bu dədməndilər görsə tez bağrı çatlar hissəsində də 10 hecadan ibarətdir. Yəni necə ki, hafif yoxdur qoşmasında normalda 11 heca olmalıdır, biri artıqdır, 12 hecadır. Burada da 11 heca olmalıdır, biri azdır, 10 hecadan ibarətdir. Burada da qoşma janrının belə tələblərindən biri pozulubdur ki, yəni 10 hecadan istifadə edilibdir. Ondan sonra buradan bağlı qeyd edə bilərik ki, hər iki şeirdə məsələn dağların başının duman almağına toxunmuş olur. Məsələn, birincidə deyirdi ki, gah duman eləyir, nə bilim, gəlib gedən peşman eləyir. Burada da deyir ki, bəs şər gəlib qaraldanda qaşıb, dağların başı dumana qərq olur. Belə bunlara toxunmuş olur. Və bu şeirdə də belə deyək də dediyimiz kimi, bu da qoşma janrındadır, heç möhürbənddən istifadə edilibdir və bədbin ruhda yazılıbdır. Ancaq bədbin ruhda yazılsa da birinci bənddə tərənnümdən istifadə edilibdir. Bir də burada bir şeyə xüsusi diqqət edərsiniz. Bu hər iki dağlar qoşması təbiət mövzusunda qələmə alınıbdır. Yəni məsələn bu ikinci dağlar qoşması ilə bağlı müəyyən dərəcədə çaşqınlıq yaşana bilər ki, məsələn burada bədbinlik var da, yəni ictimai mövzu falan deyə fikirləşməyin. Hər ikisi təbiət mövzusunda qələmə alınıbdır. Belə yoldaşlar, belə dinləyərsiniz, dərsdə oxuyarsınız. Nə sualınız olsa deyərsiniz, müzakirə eləyərik. Sağ olun.